Yarışmaya hazırsınız? Bəli. Başladıq. Peyğəmbərin hədisinə görə elmin qapısı kim hesab olunur? Həzrət Əli əleyhissalam. Peyğəmbər hansı hədisində deyir onu? Mən elmin şəhəriyəmsə, Əli o şəhərin qapısıdır. Bəli. Uhud döyüşündə şəhid olan məşhur səhabə kimdir? Peyğəmbərin əmisi Həmsə. Allahın bütün sifətlərini özündə cəm eləyən adı hansıdır? Allah. Əhsan, mantiqim var. 3 dənə oldu da elə bilirəm ki, hə? Mən tutdum da 2-1. Round qalibi Xəqani Gürsəs. Hazırsınız? Əzəli düşmənlər. Pulcuqsuz balıqları yemək olar. Yaxşı. Xeyr, haramdır. Dəstəmaz aldıqdan sonra qurulanmağın hökmü nədir? Məkruh. Sağ ol sənə. Hansı bulağı bilirəm, bunu vermədim sualı. 1-1. Hə. Sən də yaxındır da. Hesab 1-1-dir, Amma qızğın əlini yarışma qeyd gedir. etmir. Quranda adı çəkilən yeganə ay hansıdır? Ramazan ayı. Əhsən, 2-1. Deyirəm. Əuzu billahi minəşşeytanirracim sözünün mənası. Qovulmuş şeytanın şərrindən sənə sığınıram. Allaha sığınıram. O hansı mundardır ki, sadəcə dili ilə paklanır? Kafirin iman gətirməsi. Bəli, kafir İslam fikrində mundar hesab olunur. Yəni cismi və la ilahə illallah Muhammed Rasulullah desə olur pak. Yəni İslamı qəbul edir. Xəqan, sən şivənli ilə qalib gəlsən yoxsa? Ədalət sistemi və Cəfər müəllimin mənə öyrətdiyi elm ilə. Qabağa getmək istəyir ona görə belə. Cavab verin də görüm. A few moments later. Niyə şübhən? Niyə qılış? Ədalət sistemi pozuldu. Mən olsa bundan əvvəl qalib gəlmişdim.